Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu vesselamu ala nebina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Rabbi şrah li sadri ve yessir li emri ve hlul ukdeten min lisani yefqahu kavli ve ba'd. Muhterem kardeşlerim, Qazi İbrahimullah Həcr Risaləsinin kitabına devam edir. Hədis Əhlinin şərəfi kitabına və növbəti babı Peyğəmbər sallallahu əleyhi və səlləm sözü ilə başlayır və buyurur ki, Allah Resulü Muhammed sallallahu əleyhi və səlləm hədis əhlinin imanı barəsində danışır və Peyğəmbər sallallahu əleyhi və səlləm sahabələrindən soruşur ki, ən imanlı sizi imanda, yəni xeyirdə ən çox təəccübləndirən kimdir? Və ümumiyyətlə Allah Resulü Muhammed sallallahu əleyhi və səlləm hər hansı hədislərdə eşitsəz ki, sizi təəccübləndirən kimlərdir? Və s. bu barədə sözlər eşidilsə və Allah Resulünün orada qəsdi imanla təbii ki, üstündür. Baxmayaraq ki, həmən zamanlarda cihad da var idi. Həmən zamanlarda Allah yolunda maldan xərcləmək də var idi. Amma Allah Resulünün qəsdi iman idi. Və həmçində bu hədis onu göstərir ki, oxuyacağımız iki hədis onu göstərir ki, bir neçə hədis daha doğrusu, Allah Resulü həmçində imtihan edirdi. İmtihan eləmək tezi metod deyil. Əvvəldən var. Allah Resulü imtihan edirdi. Sahabələrini imtihan edirdi və hazırlıq demədən. Yəni, demirdi ki, bir neçə gündən sonra olacaq imtihan. Sizi bildiklərinizdən və yaxud da vəhiyin gəldikləri barəsində və hərdən belə birdən ləhvatan deyirlər bunu ərəblər. Yəni, bir anlıq onları imtihan edirlər və necə ki, bu hədis ona ibrətdir və dəlildir. Və Allah Resulü deyərdi ki, sizi təəccübləndirən, sizə ən qəribə gələn iman, üstünlük baxımından kimlərdir? Və sahabələr deyirlər mələklər. Dedilər ki, ən üstün olanlar mələklərdir. Və Peyğəmbər s.ə.v dedi ki, bəs başqa? Dedi ki, nəbilər, yəni Rasullar, nəbi və Rasullar, yəni Peyğəmbərlər. Və Peyğəmbər s.ə.v soruşdu ki, bəs o kəslər kimlərdir ki, o kəslər ki, Peyğəmbərlər vəhidə var və vəhid olan üzərinə nazil olur. Çünki vəhiy bilirsiniz, həm Rasullara, həm də kimlərə nazil olurdu? Sahabələrə. Və onda sahabələr dedilər ki, bizə. Çünki vəhiy nazil olurdu Allah Rasuluna, həmçində biz siraya baxanda, həmçində bu hədis sözü onu dəlalət edir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm vəhiy kimin üzərinə nazil olur deyəndə hamını qəsd edir, həm özünü, həm də ki ətrafını qəsd edirdi. Və Peyğəmbər sallallahu əleyhi və səlləm buyurdu ki, və biz birlikdəyik və sizdən üstünlər kimlərdir? Və Allah Resulü onu qəsd edir. Ona sahabələr susdular və Allah Resulü dedi ki, ən üstünlərini sayır. Və ən üstün odur ki, xəlqlərin içində, yaradılmışların içində, yəni iman gətirənlərin içində təbii ki, ən üstünləri məndən sonra gələnlərdir. Məndən sonra gələnlərdən üstünləri və Peyğəmbər sallallahu əleyhi və səlləm dedi ki, onlar bizdən kitablardan başqa heç nə tapmayacaqlar. Yəni bizi kitabları tapacaqlar. Nə görəcəklər, nə səsimizi eşidəcəklər yəni. Bizi harada tapacaqlar, bizi kitabları tapacaqlar. Və həmən kitablarda tapdığı bizə iman gətirəcəklər. Və necə ki biz və ondan sonra hamı. Kim ki Muhammed sallallahu əleyhi və səlləmdən sonra gəlibsə. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm başqa bir hədisdə Xatib Rəhməlullah hədisi burada varid etməyib. Peyğəmbər sallallahu əleyhi və səlləm başqa bir hədisdə buyurur ki, onlar görmədən iman gətirəcəklər. Çünki görüb iman gətirməklə görmədən iman gətirmək eyni deyil. Ona görə məsələn mələklər Allah Taala'ya görüb iman gətiriblər. Sahabələr Rasullara görüb iman gətiriblər. Ümumən sahabə bütün peyğəmbərlərə iman gətirən deyirlər. Yəni təkcə Muhammed sallallahu əleyhi və səlləm yanındakılar deyil. Sahabələr, havarilər və s. hamısı eyni deməkdir. Yəni hamısı eyni sonda eyni mənaya gəlir. Yəni rasulları, nəbiləri görüb iman gətirənlər deməkdir. Və həmçinin də üçüncü tərəf, yəni nə rəblərini, nə də ki rasulları görmədən iman gətirənlər. Və Muhammed sallallahu əleyhi və səlləm buyurdu ki, ən xeyirlilər də, ən üstünlər də, ən qəribəsi olanlar da olardı. Təbii ki, bizim etiqadımıza görə sahabələrin üstündür. Əhl-Sünnənin etiqadına görə sahabələr ən üstündür, iman gətirənlərin içində peyğəmbərlərdən sonra ən üstündür. Kim etiqad edirsə ki, sahabələr peyğəmbərlərdən üstündür, yəni o İslam dininə yaxından və uzaqlarına heç bir anlayışı yoxdur. Mümkün deyil. Çünki hər bir salih peyğəmbərin hesabını tanır. Hər bir salih adam, yəni sahabələr peyğəmbərlərin hesabını tanırlar. Əgər Muhammed sallallahu əleyhi və səlləm olmasaydı, sahabələr də olmayacaqlar. Olacaqlar təbii ki, şəxs olaraq. Əvvəl necə edilərsə, bilinmirlərsə, indi elə olacaqlar. Ona görə də heç bir şəxs peyğəmbərlərdən üstün ola bilməz. Və Peyğəmbər sallallahu əleyhi və səlləm dediyi o söz ki, ən qəribəsi, yəni o demək deyil ki, sizlərdən üstündürlər. Yox, sizlərdən üstündür. Onların halı sizin halınızdan üstündür. Onların halı sizin halınızdan qəribədir. Yəni onların etdiyi sizin etdiyi bizdən çətin bacardıqları
Amma üstünlük baxımından təbii ki, sahabələr bizdən üstündürlər. Və həmçinin də Peyğəmbər sallallahu əleyhi və səlləm sahabələrinə deyir ki, mənə xəbər verin, iman əhlinin ən əfzəl, ən üstün iman əhli barəsində xəbər verin. Və həmçinin Peyğəmbər sallallahu əleyhi və səlləmin imtahan etmək, yəni sahabələrini yoxlamaq, yəni onların elmini yoxlamaq tərzlərindəndir. Hətta Peyğəmbər özü dedi ki, mənə xəbər verin. Yəni onlardan təbii ki, Allah elm almırdı. Allah Rəsullarına elm götürmürdü. Amma sadəcə olaraq onları yəqinliklərini bilmək üçün soruşurdu. Və təbii ki, sahabələr saydılar mələkləri və sonra saydılar peyğəmbərləri, necə ki, əvvəlki hədisdə varid olduğu kimi. Və Peyğəmbər sallallahu əleyhi və səlləm buyurdu ki, ən üstünləri məndən sonra gələnlərdir. Yəni görmədiyi iman gətirənlər. Yəni məni, Rəblərini və məni görmədiyi iman gətirənlərdir. Və həmçinin də başqa bir hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləmdən həmçinin sahabələrindən soruşan üstünlərini, xeyirlərini, imanda təbii ki, üstün olanlarını və sahabələr sayarkən ki, hansılar üstündür və necə üstün olur və Peyğəmbər sallallahu əleyhi və səlləm buyurdu ki, görməyəcəklər və heç bir məlumatlarda olmayacaq, yəni varlığımız haqqında. Onlar sadəcə olaraq biləcəklər, onlara elmlə çatacaq bizim varlığımız, yəni bizim olmağımız və onların sayəsində iman gətirəcəklər. Və bu da onu göstərir ki, Allah zalım deyil. Yəni sahabələrin sahabə fəziləti var idi və bizim də özümüzün fəzilətimiz var. Necə ki, az öncə deyildiyi kimi bizim etiqadımıza görə sahabələr ən üstündür. Sahabələr ən üstündür, amma Allah da ədalətlidir. Yəni sahabələrin ən üstün olması bizi aşağı salmır. Onların öz üstünlükləri var idi, öz çətinlikləri var idi və bizim də öz üstünlüyümüz və öz çətinliklərimiz var. Necə ki, onların dövründə ixlası qorumaq başqa bir çətinlik idi və indiki dövrdə ixlası qorumaq başqa bir çətinlik idi. Necə ki, öncəki dərslərdə xatırladılan hədislərdən biri idi ki, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurdu ki, zaman gələcək imanı əldə saxlamaq, közü, yəni yanan közü, qızaran közü əldə saxlamaq mümkün olacaq. Bunu sahabələrinə demədi. Çünki sahabələrin dövründəki imanı əldə saxlamaq fərqli idi. Amma indiki imanı əldə saxlamaq fərqlidir. Sahabələrin dövründəki günahların tipləri fərqli idi. Amma indiki günahların tipləri fərqlidir. İndi subhanallah, kişinin düşməni belə kişi deyil. Fərqlidir. Hətta o vaxtki müşriklər fərqlidir. O vaxtki müşriklərin arvadları, qadınları deyirdilər ki, öz ərlərinə ki, Muhammed gəlib səni öldürəcək. Sən bazar gizlən. Onlar bilirlər kim kimin düşmənidir. Subhanallah, qadın bilirdi ki, Muhammed sallallahu əleyhi və səlləm gəlib onu dəyməyəcək. Ona görə o da biraz fərqli idi. Amma indi elə deyil. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, imanı əldə saxlamaq kimi olacaq. Yəni günahların tərzi dəyişib. Günahlar artıq elə bir həddə çatıb ki, hətta fitrətə təsir göstərib. Bəli, Muhammed sallallahu əleyhi və səlləmin sahabələrinin lap çoxusu kafir olurlar. Müşrik və kafir olurlar. Amma onların əvvəlki həyatına baxsan, yəni imandan qabaqki həyatlarına baxsan, heç birinin həyatındakı günahlar fitrətə, yəni kişinin fitrətinə zidd günahlar olmayıb. Yəni Allah Rəsulunun heç bir sahabəsi əvvəl ikiyüzlü olmayıb. İman gətirməmişdən öncə. Heç bir sahabəsi yalancı, Allahdan fırıldaqçı olmayıb. Çünki baxmayaraq ki, müşrik bir qövmlərin, batil bir qövmlərin, övladlarını diri-diri bastıran bir qövmlərin içlərində yaşamaqlarına baxmayaraq fitrət fərqli idi. Ona görə o dövrün günahları da fərqli idi. Amma indi elə deyil. İndi müsəlmanlar arasında fərq var. İndi iman gətirənlər arasında fərq var. Ona görə də qardaşlarım, yəni burada da fəzilətlər var. İndi sabit qalan, indi möhkəm qalan, indi dinində əzmkar qalan, yəni orada elhamdülillah ixlaslı qalan təbii ki. Onun üçün də üstünlüklər var, onun üçün fəzilətlər var. Ona görə də bu da Allahın rəhmətini göstərir. Allahın bizə ədalətli olmasını, nəinki bizə, hamıya, hər kəsə, hər bir yaratdığına ədalətli olmasını göstərir ki, hər kəsin biri-birindən üstünlüyü var və sadəcə aqil adam, səfeh olmayan, aqil adam o üstünlükləri dəyərləndirər və əlindən buraxmaz. Çünki biz bilirik ki, nemətlər qalıcı deyil. Heç bir nemət qalıcı deyil. Nemətlər hamısı gedəndir. Və həmçində Allah Taala'nın sənə verdiyi, o sənin hiss etdiyin, sənin əlində olan o nemət ki, Peyğəmbər sallallahu əleyhi və səlləmi görmədən ona iman gətirməyin, Allah Rəsulunun sünnəsini, Allah Rəsulunun bizzat eşitmədən kitablardan necə Allah Rəsul necə vəsf elədi, səhifələrdən, vərəqələrdən biləcəklər bu dini. Bizi oradan görəcəklər, bizi oradan tapacaqlar. Axı sən oradan tapmısan. Oradan tapdığın şeyi itirsən, günahkar sənsən. Artıq səndən soruşulacaq. Artıq qınanılan sən olacaqsan. Ona görə də olmaz. Ona görə olmaz. Nə verilibsə, onu qorumaq lazımdır. Və qorumaq üçün də şükür etmək lazımdır və onun üzərində sabit qalmaq lazımdır. Baxmayaraq ki, nə olsa da, baxmayaraq ki, nə gəlsə də və bu da əlavə olaraq, fayda olaraq demək istəyirəm ki, Peyğəmbər sallallahu əleyhi və səlləmin bu sözlərini diqqət yetirsə və Allah Rəsulu burada nəyi işarə elədi? Hədis əhlinin şərəfinə dəlalət eləyir və həmçinin də fikir verirsinizmi, nə qədər məsələlər, nə qədər böyük məsələlər bizə hədislərin vasitəsilə açıqlanır. Çünki Quranın hafizləri o qədər batil firqələr var ki, nə qədər batil firqələr var. O demək deyil təbii ki, hədislər Qurandan üstündür
və yaxud da o demək deyil ki, Quran hədislərdən aşağıdır. Yox, sadəcə olaraq Allah Taala ən böyük sözü nazil etdi və o sözü də izah eləyəni nazil etdi. Çünki kitab və sünnə bir-birindən ayrıla bilməz. Əgər kim kitab və sünnəni bir-birindən ayıracaqsa bidətə düşəcək. Ən yaxşı halda. Və yaxud da küfrə. Ən yaxşı halda bidətə düşəcək. Və həmçinin də elm əhli, sələflər deyərdilər ki, Peyğəmbər sallallahu əleyhi və səlləmin o sözünü, bu sözlərini izah eləyərkən ki, o kəslər ki, bizi kitablardan və s. elmdən tapacaqlar, onlar deyərdilər ki, əgər onlar hədis əhli, onlara tabi olanlar deyilsə, bəs kimdir? Çünki bizə fayda verənlər, bizə elmi öyrənənlər və bizi sabit yolda qalmağa təşviq edənlər də zaten o kitabları bizə elə öyrənənlərdir. Çünki biz özümüzə əslən kitab bilmirdik. Hətta Allah Taala öz Rasuluna Muhammed sallallahu əleyhi və səlləmə deyirdi ki, sən nə bilirdik ki, kitab nədir? Başı yanmışdı bizlər. Ona görə Allah Taala'dan istəyirəm ki, bizim qədəmlərimizi sabit saxlasın. Allah Rasulunun bu sözün üzərində və Allah Taala'dan istəyirəm ki, bizi layiq olanlardan etsin. Çünki kiçik deyil, əzəmətlidir. Və Allah da möhtac deyil ki, biz layiq olmadığımız halda o nemətləri bizdə saxlasın. Çünki Allah soruşulan deyil. Soruşulan Allahın yaratdıqlarıdır. Bizim ixtiyarımız olmayacaq qiyamət günü Allah Taala'dan soruşmaq. Ya Rab, niyə? Mən asiydim. Sən niyə mənim əmrini aldın? Belə bir sual olmayacaq. Əksinə bunun əksi var. Allah Taala öz kitabında buyurur ki, o gün qiyamət günü heç nə eşidilməyəcək. Nə eşidəcək? İlla həmsə. Yalnız pıçıltı. Amma əksinə o boyda insanlar olacaq orada. Bütün ilk yaradılışdan son yaradılışa qədər. Əksinə orada səs-küy olmalıdır. Əksinə heç nə eşidilməyəcək. Pıçıltıdan başqa heç nə eşidilməyəcək. Bu da onu göstərir ki, insanların danışmağa söz olmayacaq. Əgər insanların bir-birlərinin arasında danışmağa söz olmayacaqsa, bəs insanlar Rəbbinə deyəcək nə söz olacaq ki? Ona görə Allah soruşulan deyil, Allah qınanılan deyil. Əlhəmdülillah, Allah Taala bəxş eləyib, nəsib eləyib, müvəffəq eləyib, qədrini bilmək lazımdır. Kim qədrini bilməsə, yalnız özünü qınamalıdır. Allah Taala'dan istəyirəm ki, bizi layiqli şəkildə özünü qınayanlardan etsin. Qınanılmadan öncə qınayanlardan etsin. Çünki qınaq iki cürdür. Bir var, bəşərin, qulun özünü qınaması. Bu xeyirdir. İnsan özünü qınadıqca artır. İnsan özünü qınadıqca üstün olur. Bir də var ki, qiyamət günü qınaq. Qiyamət günü qınaq oddur. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm buyurdu ki, Ayşə radiyallahu anhaya, insanlar qiyamət günü Rəblərinin qarşısında iki halda olacaqlar. Birinci qrup odur ki, Allah Taala onlara ərz eləyəcək. Sən bu günahları elədin, bu günahları elədin, bu günahları elədin, bu günahları elədin. Əgər Allah kimə ərz eləsə, əlhəmdülillah, o cənnətə girecək. Amma görsən fikir ver, Allah nə deyir? Onlara günahlar ərz olunacaq. Yəni cənnət əhli demək ki, günah eləyənlərdir. Onlar günahlar deyir, sən bunu elədin, sən bunu elədin, sən bunu elədin, sən bunu elədin, sən bunu elədin. Və ikinci də ki, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, Allah Taala soruşacaq, niyə elədin? Onlar o dəhlidir. Niyə elədin deyilənlər o dəhlidir. Əgər Allah kimdən soruşsa ki, sən o günahları niyə elədin? Çünki Allah Taala bir şeyi soruşanda onun cavabını istəmir. Allah Taala cavab almaq üçün sual soruşmur. Necə ki, öz kitabında da Allah Taala məsələn bəzi ayələrin içində var görürsüz. Əleysə dəlikə biqadirin alə an yuhyil mut. Məsələn Allah Taala buyurur ki, sümükləri, yəni ölən sümükləri diriltməyə Allah qadir deyil. Allah Taala buna cavab gözləmir. Allah Taala'nın Quran-Kərimdə bizə verdiyi suallar cavab üçün deyil. Allah Taala bizdən bəşərdən yaratdığı məxluqdan cavab gözləmir. Çünki Allahın verdiyi suallar özləri cavabdır. Ona görə də insana özünü mühakimə iki cürdür. İnsan özünü mühakimə etməsi, qınaması, insan özünün qınağı xeyirdir. Amma Allahın qınağı yox. Allah Taala'dan istəyirəm ki, elə ən birinci qınağı bizə məhv eləsin və o qınaq ki, xeyirdir. Allah bizim qədəmlərimizi sabit etsin, dinimizin üzərində bizi sabit saxlasın və Peyğəmbər sallallahu bizi qonşu eləsin. Siddiqlərə, Rasullara bizi qonşu eləsin. Enzin Allah bilir ve sallallahu aleyhi ve Muhammedin ve ala alihi ve sahabetihi ecmaîn.